9 noyabr Bayraq günü Avparkın nəzdində fəaliyyət göstərən Zirvə Uşaq Bağçasında qeyd edilib. Bayraq gününə həsr olunmuş tədbirin açılışında balacalar Azərbaycan Respublikasının dövlət himnini səsləndiriblər. Bununla yanaşı payız mövsümünü də qarşılayan uşaqlar havaların soyuması, mövsüm meyvələri, heyvanlar aləminə həsr olunmuş şeirlər söyləyib, payızın gəlişini salamlayıblar. Onlar payız bayramına xas rəqslər hazırlayaraq ifa ediblər. Tədbir Sehirbazın şousu ilə davam edib. Sehirbazın göstərdiyi xüsusi nömrələr balacaları əyləndirib. Sonda rəngarəng geyimli klonun gəlişi uşaqları sevindirib. Şən klon uşaqlarla xüsusi oyunlar keçirib.